Viskonsin ştatının sakit və balaca şəhəri olan Plainfield adi həyatına davam edirdi. Şəhərin sakinləri bir-birini yaxşı tanıyırdı. Gündəlik qayğılar eyni idi. Bu sakit mühitin ən tanınmış simalarından biri Bernice Warden idi. Şəhərin kiçik, ancaq sevilən dəri, əşyalar və ərzaq dükanının sahibi. Onu həm müştərilər, həm də qonşular mehriban, amma biraz da sərt xarakterli qadın kimi xatırlayırdılar. Ancaq 16 noyabr 1957-ci il günü şəhərdə qəribə bir sükut yarandı. İnsanlar səhər dükanın qapısının bağlı olduğunu gördülər. Bu çox nadir hal idi. Çünki Bernice hər gün səhər tezdən iş başında olardı. Müştərilərdən bəziləri düşündü ki, ola bilsin xəstələnib və istirahət edir. Amma günortaya yaxın narahatlıq artdı. Oğlu Frank Warden polisə müraciət etdi. Dükanın içinə baxıldıqda dəhşətli bir mənzərə ortaya çıxdı. Kassada pul yox idi. Dükanın döşəməsində isə qan ləkələri vardı. Bernice'dən isə heç bir iz yox idi. Geriyə qalan sadəcə həmin gün üçün bir kassa çeki idi. Həmin çekdə antifriz satılmışdı. Satışın olduğu saatlarda isə mağazada bir nəfər olmuşdu. Hadisə yerində tapılan sənədlər və şahid ifadələri şübhələri bir nəfərin üzərinə yönəltdi. Şəhərdə qəribə davranışları ilə tanınan, tənhalığı və qəribə maraqları ilə seçilən Ed Gein. O, tez-tez dükanın müştərisi olurdu və sonuncu dəfə Bernice'i də onunla görənlər olmuşdu. Polis axşamüstü Geinin evinə getdi. Bütün xaos və Plainfield'i dəhşətə salan hadisə həmin an yaşandı. Evə girən polislər böyük şokla qarşılaşdılar. Evin tavanından asılan baş kəsilmiş cəsədlər, qaranlıq otaqlar, divarlardan asılmış qəribə əşyalar və insan qalıqları. Orada tapılan dəhşətli mənzərə bütün şəhəri və ölkəni şoka saldı. Evin arxa otaqlarının birində isə itkin düşmüş Bernice Warden'in cəsədi aşkarlandı. Ed Theodore Gein 1906-cı il avqustun 27-sində Viskonsin ştatının Lakros şəhərində anadan olub. O, 4 nəfərli ailədə böyüyüb. Alkoqollu ata George Philip Gein, dominant və həddən artıq dindar ana Augusta Wilhelm Gein və böyük qardaşı Henry George Gein. Augusta işləməyə qadir olmayan alkoqollu ərindən nifrət edirdi. Tamamilə bir-birinə zidd olan bu iki insanın evlənməsinə heç bir səbəb yox idi. George müxtəlif vaxtlarda dülgər, dabbaq və sığortaçı kimi işləyib. Augusta isə bir neçə il yerli ərzaq mağazası işlədib və ailəni rahat dolandıra biləcək qədər gəlir əldə edə bilib. O, Ed və Henry üçün ən doğru yol kimi onları şəhər həyatından uzaqlaşdırmağı qərara aldı. Beləliklə, onları öz düşüncəsində şəhərin pisliklərindən və günahlarından qoruya biləcəkdi. Ailə, Viskonsin ştatının Plainfield qəsəbəsində yerləşən 63 hektarlıq fermaya köçdü və orada təcrid olunmuş şəkildə yaşamağa başladı. Ailə bu fermaya tez öyrəşdi və buranı özlərinə daimi yaşayış yeri kimi seçdilər. George xəstə və aciz idi. Fermada ailəsinə heç bir işdə kömək etmirdi. Qazancının çoxunu isə içkiyə xərcləyirdi. Tüfeylli bir həyat yaşayırdı. Ed Gein isə yalnız məktəbə getmək üçün fermadan çıxırdı. Qalan vaxtlarını isə sadəcə evdə keçirirdi. Augusta məmnun idi. O, oğullarını təsirinə düşə biləcəkləri yad insanlardan uzaq tuturdu. Ana Augusta təcrid olunmuş həyatın üstünlüklərindən sonuna qədər istifadə edirdi. Məktəbdən başqa boş vaxtlarında Gein əsasən fermada ev işləri ilə məşğul olurdu. Augusta fanatik dindar idi və özünü lüteran hesab edirdi. Oğullarına dünyanın doğuşdan əxlaqsızlıqlarla dolu olduğu, içkinin günah sayıldığı və özündən başqa bütün qadınların təbii olaraq əxlaqsız və şeytanın vasitəsi olduqları barədə kəlamlar oxuyurdu.
Hər gün günortadan sonra onlara müqəddəs kitabdan parçalar oxumağa vaxt ayırırdı. Əsasən də dini kitablardan ölüm, qətl və ilahi cəza ilə bağlı ayələr seçirdi. Zaman keçdikcə Geynin sol göz qapağında şişə əmələ gəldi və sinif yoldaşları tərəfindən lağı qoyulmağa başladı. Bu hadisə onu yaşıdlarından daha da uzaqlaşdıraraq təcrid etdi. O utancaq idi. Həm sinif yoldaşları, həm də müəllimləri onun qəribə davranışlarını, məsələn, öz-özünə səbəbsiz gülməsini sezmişdilər. Daha da pisi, o nə vaxt başqaları ilə dostluq etməyə və sosiallaşmağa çalışsaydı, Augusta onu cəzalandırırdı. Dostluq münasibətləri baxımından zəif inkişafına baxmayaraq, Geyn məktəbdə xüsusilə oxumaqda kifayət qədər uğurlu idi. 1920-ci ildə o 8-ci sinifi bitirdi və sonra məktəbi buraxdı, amma həvəsli bir oxucu olaraq qalmağa davam etdi. Augusta hətta hər iki oğlundan yetişkin yaşa çatdıqdan sonra ömür boyu bakir qalacaqlarına dair söz aldı. Ed və Henry yaşayış xərclərini ödəmək üçün qəsəbədə xırda işlər görməyə başlamışdılar. Hər ikisi də təmirçi kimi çalışırdı. Ed isə 1951-ci ildən etibarən federal hökumətdən fermer subsidiyası aldı. O, bəzən yerli bələdiyyənin yol briqadasında və bölgədəki məhsul yığım qruplarında işləyirdi. Tez-tez qonşular üçün uşaq baxıcılığı da edirdi. Uşaq baxıcılığını xoşlayırdı. Çünki böyüklərə nisbətən uşaqlarla daha yaxşı ünsiyyət qururdu. Geyn qardaşları adətən yerli əhali tərəfindən etibarlı və dürüst insanlar kimi qəbul edilirdi. Henry boşanmış, 2 uşağı olan bir qadınla münasibət qurmuşdu. Onunla birlikdə yaşamağı planlaşdırırdı. Ed isə qardaşının analarına bağlılığından narahat idi və buna görə də Henry'nin ölümündə şübhələr Edin üzərinə yönələcəkdi. Ed Geyn hərbi xidmətin tibbi müayinəsi üçün Milwaukee'yə getməli oldu. Lakin görməsini bir qədər zəiflədən sol göz qapağındakı şiş səbəbindən xidmətə yararsız hesab edilərək geri qaytarıldı. 1940-cı il aprelin 1-də Ed Geynin atası George 66 yaşında alkoqolizmin yaratdığı ürək çatışmazlığından və ağciyərlərindəki pnevmanik mayedən öldü. Augusta onun ölümünü öz zəifliyi ilə əlaqələndirirdi və tez-tez George'un cəhənnəmə gedəcəyini dilə gətirirdi. 1944-cü il mayın 16-sında Ed və Henry qardaşları ərazidəki bataqlıq bitkilərini yandırırdılar. Alov nəzarətdən çıxaraq yerli yanğın söndürənlərin müdaxiləsinə səbəb oldu. Yanğın söndürüldü və yanğın söndürənlər getdi. Daha sonra Ed qardaşının itkin düşdüyünü bildirdi. Axtarış qrupu fənərlərlə axtarış apararkən Henry'nin üzü üstə uzanmış meyitini tapdı. Görünənə görə o artıq xeyli vaxt əvvəl ölmüşdü. Onun bədənində yanıq izləri yox idi və yanğından xəsarət almamışdı. Buna görə də ölüm səbəbi ürək çatışmazlığı kimi qeyd edildi. Ancaq təkcə bir məqam şübhə doğururdu. Ed axtarış qrupunu birbaşa qardaşının olduğu yerə aparmışdı. Sonradan seriyalı qatillərlə bağlı cinayət yazarı olan Harold Schechter Henry'nin başında göyərtilərin olduğunu yazmışdı. Polis səhv ehtimalını rədd etdi. Dairə məhkəmə tibbi eksperti isə sonradan rəsmi olaraq ölüm səbəbini boğulma kimi qeyd aldı. Rəsmilər bu versiyanı qəbul etsələr də nə rəsmi araşdırma, nə də otopsiya aparılmamışdı. Bundan sonra Geyn və anası tək qaldılar. Qardaşı Henry'nin analarına bağlılığından narahat olan Ed üçün artıq bir əngəl qalmamışdı. Ancaq hər şey gözlənilən kimi olmadı. Henry'nin ölümündən az sonra Augusta iflic oldu və Geyn bütün diqqətini ona qulluq etməyə yönəltdi. 1945-ci ildə Geyn bir hadisəni danışmışdı. O və anası yaxınlıqda yaşayan Smith adlı kişinin yanına saman almaq üçün getmişdilər. Edin sözlərinə görə Augusta Smith'in bir iti döydüyünün şahidi olub. Smith'in evindəki qadın çölə çıxaraq ona bunu dayandırmasını qışqırdı. Amma Smith iti vəhşicəsinə döyməyə davam etdi. Augusta bu mənzərədən çox sarsıldı. Lakin onu narahat edən əsas məsələ itə edilən zülm yox, həmin qadının varlığı idi. Augusta oğlu Edə dedi ki, qadın Smith'lə evli deyil. Buna görə də orada olmasının heç bir mənası yoxdur. Sonra isə hiddətlə qadını Smith'in fahişəsi adlandırmışdı. Qısa müddət sonra Augusta ikinci dəfə iflic keçirdi və səhhəti sürətlə pisləşməyə başladı. O 1945-ci il dekabrın 29-da 67 yaşında öldü. Ed Geyn üçün yeni və qaranlıq dövrün başlanğıcı məhz bu hadisə oldu. O, bu ölümdən sonra tamamilə sarsıldı. Yazıcı Harold Schechter'in sözləri ilə desək, o tək dostunu və yeganə həqiqi sevgisini itirmişdi və artıq dünyada tamamilə tək qalmışdı. Ed Geyn fermada tək yaşamını davam etdirdi və dolanışığını xırda işlərdən qazanırdı. Yuxarı və aşağı mərtəbələr, salon və qonaq otağı da daxil olmaqla anasının istifadə etdiyi otaqları toxunulmaz saxlayaraq bağladı.
Ev getdikcə baxımsız və pis vəziyyətə düşsə də, qorunan otaqlar olduğu kimi qalırdı. Daha sonra Geyn mətbəxin yanındakı kiçik bir otaqda yaşamağa başladı. Bu dövrlərdə o, xüsusilə qannibalizm, nasist vəhşilikləri, baş kiçiltmə, qəbir soyğunçuluğu və insan anatomiyası haqqında ucuz jurnallar və kitablar oxumağa maraq göstərməyə başladı. Bir dəfə təsadüfən balıq tutmaq üçün gələn kiçik bir oğlan Geyni ziyarət etdi. Geyn ona yataq otağında gizlətdiyi kəllələri göstərdi və bunları Sakit Okeanda kəllə ov edən bəzi adamlardan əldə etdiyini söylədi. Uşaq bu barədə böyüklərə danışanda onlar bunu sadəcə uşaq təxəyyülü sayaraq ciddiyə almadılar. Lakin bir müddət sonra fermaya gələn iki gənc də eyni şeyləri gördülər. Onlar da gördüklərinin sadəcə Halloween maskası olduğunu düşündülər. Geynin sahib olduğu kəllələr barədə şayiələr qəsəbəyə yayıldı. İllər sonra Bernice Warden yoxa çıxana qədər heç kim Geyndən şübhələnmədi. Əksinə, onunla rastlaşanda görünüşünə və uydurma hekayələrinə görə ona laf edirdilər. "Ay Geyn, deyəsən otağında kəllələr saxlayırsan ha?" deyirdilər. Amma onlar yanılırdılar. Əslində, bütün bunların həqiqət olduğunu bilmirdilər. Geyn isə gülümsəyərək bunu təsdiqləyirdi. Heç kim bunun doğru ola biləcəyini ağlına gətirilirdi. Hamının gözündə o, şəhər kənarında baxımsız fermada yaşayan biraz dəli, amma zərərsiz biri idi. Bir müddət sonra Geyn, Wisconsin-də bir çox həll olunmamış cinayət işində əsas şübhəli kimi qəbul ediləcəkdi. Ed Geyn cinayətlərinin üstünün açılması Bernice Wardenin qətlindən sonra baş tutdu. Onun ən səs-küylü cinayətlərindən biri 1957-ci ildə Wisconsin-də baş verən Bernice Warden qətli idi. 1957-ci il 16 noyabrda Plainfielddə Warden Hardware Store adlı mağazanın sahibi Bernice Warden müəmmalı şəkildə yoxa çıxdı. Həmən gün mağaza bağlı idi, amma Wardenin oğlunun diqqətini bir fakt cəlb etdi. Mağazadan son satış qeydi antifriz idi və bu alışın alıcısı kimi Ed Geynin adı qeyd olunmuşdu. Polis şübhələri dərhal Geynə yönəltdi və həmin gün onun təsərrüfatına basqın edildi. Gördükləri mənzərə onları şoka saldı. Bernice Wardenin cansız bədəni fermanın daxmasında başı kəsilmiş və ayaqlarından asılmış formada tapıldı. Həmin təsərrüfatda çox sayda belə cəsədlər var idi. Daha dəhşətlisi isə evin içində idi. Polis evdə insan sümükləri, kəllələrdən hazırlanmış qablar, insan dərisindən tikilmiş əşyalar və müxtəlif orqanlardan ibarət qorxunc kolleksiya aşkarladı. Bu mənzərə Ed Geynin təkcə qatil deyil, həm də məzar oğrusu və nekrofil meyllərə sahib biri olduğunu üzə çıxardı. Həbsindən sonra Ed Geyn sorğu-sual edilərkən cinayətini etiraf etdi. O, bir çox qadının məzarını qazıb cəsədlərini evinə gətirdiyini söylədi. Geynin sözlərinə görə məqsədi anasına oxşayan qadınların dərisindən qadın dərisi geyimi düzəltmək idi. Çünki o, dünyasını dəyişmiş anası ilə yenidən birləşmək istəyirdi. Evelyn Grace Hartley 24 oktyabr 1953-cü ildə Wisconsin ştatının La Crosse şəhərindən itkin düşən Amerikalı yeniyetmə qızı idi. Onun yoxa çıxması 2000 nəfərin qatıldığı geniş miqyaslı axtarışlara səbəb oldu. İtkinin ilk ili ərzində istintaqçılar 3500-dən çox adamı dindirdilər. 2021-ci ilə qədər ondan heç bir iz tapılmadı. Atası evində boğuşma izləri, qan ləkələri, ayaq izləri və qırılmış eynək aşkar edilmişdi. Georgia Weckler 1 may 1947-ci ildə son dəfə Wisconsin ştatının Fort Atkinson kəndindəki ailə fermasının yaxınlığında saat 15:30 radələrində görüldü. O heç bir iz qoymadan yoxa çıxdı və tapılan yeganə ipucu Geynin də sahib olduğu Ford markalı avtomobilin təkər izləri idi. Victor Bank Travis və Ray Burgess 16 noyabr 1957-ci ildə Plainfielddəki bir bardan yoxa çıxdılar. Onlardan və ya avtomobillərindən heç bir iz tapılmadı. İnsan qaçırmaq Geynin xarakterinə uyğun olmasa da, polis onların yoxa çıxmasında Geynin rolunun ola biləcəyini düşünürdü. Geynin evində axtarış aparan rəsmilər bunları tapdılar. İnsan sümükləri və onların parçaları, insan dərisindən hazırlanmış zibil qutusu, bəzi kresloların oturacaqlarını örtən insan dərisi, çarpayı dirəklərində kəllə sümükləri, üst hissələr kəsilmiş qadın kəllələri, insan kəllələrindən hazırlanmış kasalar, çiyinlərdən belə deyək qadın dərisindən tikilmiş korset, insan ayaq dərisindən hazırlanmış tozluqlar, qadınların baş dərisindən hazırlanmış maskalar, Mary Hogan'ın kağız torbada olan üz maskası, Mary Hogan'ın bir qutuda olan kəlləsi, Bernice Warden'in kisənin içində bütöv kəlləsi, Geynin sobasının qarşısında plastik torbada Bernice Warden'in ürəyi, ayaqqabı qutusunda 9 vulva, bir qız paltarı və təxminən 15 yaşında olduqları müəyyən edilən iki qadının vulvası.
Qadın döşgülələrindən hazırlanmış kəmər, 4 burun, pəncərə pərdəsinin ipində bir cüt dodaq, insan üz dərisindən hazırlanmış abajur və qadın dırnaqları. Bu əşyalar Dövlət Kriminal Laboratoriyasında fotoşəkilləri çəkildikdən sonra məhv edildi. Eddie Gein 1957-ci ildə həbs edildi. Psixi vəziyyətinin ağır olması səbəbindən ilk mərhələdə məhkəməyə çıxmaq üçün yararsız sayıldı və ruhi xəstəxanaya yerləşdirildi. Daha sonra 1968-ci ildə məhkəmə qarşısına çıxarıldı və Bernice Worden'in qətlini etiraf etdi. O, ömürlük həbs cəzası aldı və ömrünün qalan hissəsini psixi xəstəxanada keçirdi. 1984-cü ildə 77 yaşında vəfat etdi. 1957-ci ildə Gein ilə görüşən psixoloq və psixiatr onun şizofren və cinsi psixopat olduğunu bildirdi. Daha sonra Gein Dr. Schubert ilə müsahibə verdi. Schubert Eddie Geini anasına qeyri-normal dərəcədə böyük bir bağlılığı var idi deyə təsvir etdi. Gein hər ikisinin də anasına bənzədiyi iddia edilən 2 qadını öldürdüyünü etiraf etdi. Lakin o, cinayət zamanı özünü itirdiyi üçün günahsız olduğunu iddia edib. 1957-ci ilin sonunda məhkəməyə çıxmaq üçün yararsız hesab edildi və müxtəlif psixiatri müəssisələrinə yerləşdirildi. Lakin 1968-ci ildə öz müdafiəsində iştirak edə biləcəyi müəyyən edildikdən sonra Gein məhkəməyə çəkildi və Wardeni öldürməkdə təqsirli bilindi. Bildirilir ki, prokurorlar bəzi səbəblərə görə Eddie Geinə yalnız bir qətl yükləmək istəmişdilər. Daha sonra isə cinayət zamanı özünü itirdiyi üçün mühakimə olundu. 1984-cü ildə ölənədək saxlandığı ruhi xəstəxanaya geri göndərildi. 1984-cü ildə Gein artıq beynini itirmişdi və o, uzun sürən xərçəng xəstəliyindən sonra öldü. O, Mentodadakı palatada tənəffüs çatışmazlığından dünyasını dəyişmişdi. Xəstəxanada bir çoxları tərəfindən nümunəvi xəstə hesab edilirdi. Sakit, ədəbli və hər zaman köməksevər idi. Eddie Gein 27 iyul 1984-cü il səhər saat 6-da yalnız 4 nəfərin iştirakı ilə Plainfield qəbristanlığında anasının yanında dəfn edildi. Eddie Geinin firması, şəxsi əşyaları və Ford avtomobili açıq həracda satıldı. 1985-ci ildə isə Geinin dəhşət evi müəmmalı bir yanğınla məhv oldu. Eddie Geinin hekayəsi filmlərdə, musiqidə və ədəbiyyatda saysız təsvirlərindən göründüyü kimi Amerika populyar mədəniyyətinə qalıcı təsir göstərmişdi. Hekayə ilk dəfə Robert Blochun 1959-cu il tarixli romanı Psixoda təqdim etdiyi bədii versiya ilə ictimaiyyətin diqqətini çəkdi. Alfred Hitchcock'un 1960-cı ildə çəkdiyi Psixo filmi Blochun romanının ekran adaptasiyası olmaqla yanaşı, Geinin hekayəsi, daha sonra Stranger in the Light of the Moon, Eddie Gein, The Butcher of Plainfield, Rob Zombie filmləri, House of Thousand Corpses və davamı The Devil's Rejects kimi əsərlərdə də işıqlandırıldı. Gein xüsusilə Norman Bates, Leatherface, Buffalo Bill və Dr. Oliver Treadson kimi saysız bədii serial qatillərə ilham mənbəyi oldu. Amerikalı film rejissoru Errol Morris və Alman rejissoru Werner Herzog 1975-1976-cı illərdə Gein haqqında bir film layihəsində uğursuz bir əməkdaşlıq etməyə çalışdılar. Morris bir neçə dəfə Gein ilə müsahibə apardı və Plainfielddə onlarla yerli sakinlə müsahibələr apararaq təxminən 1 il keçirdi. Rejissorlar bir nəzəriyyəni sınamaq üçün Geinin anasını gizli şəkildə qəbirdən çıxarmağı planlaşdırmışdılar. Lakin bu plan heç vaxt həyata keçirilmədi və nəhayət əməkdaşlığı dayandırdılar. 1991-ci il romanı Amerikan Psixo və 2000-ci il film adaptasiyasında Patrick Bateman xarakteri səhvən Edmund Kemper'in bir sözünü Geinə aid edir. Eddie Geinin qadınlar haqqında nə dediyini bilirsiniz? Küçədə gedən bir qız gördüyümdə ağlımdan 2 fikir keçir. Bir tərəfim onunla danışmaq, həqiqətən yaxşı və mehriban olmaq və ona yaxşı davranmaq istəyir. Digər tərəfim isə onun başının bir çubuğun üstündə necə görünəcəyini düşünür. Slayer metal musiqi qrupu Seasons in the Abyss albomunda yer alan Dead Skin Mask adlı parçanı Eddie Geindən ilhamlanaraq yazmışdı. Parçanın 4-cü dəqiqə 12-ci saniyəsindən sonra bir qız uşağının səsinin Mr. Geinə müraciət etdiyi də eşidilir.